Qarayla gedirik bir kasıb ailənin içindən cin çıxartma. Qızın içində cin girib. Tak, bir dəqiqəyə çatırıq. 1000 manat demişəm, çəkilişdə olacaq. Deməli, 600 mənim, 400 sənin. İşi görən mən, amma... Söz, 500 sən, 500 mən. Yox. Qardaş, bunun xərci var. Yol pulu, operator, sürücü. Sürücü sənin məşuqən düzdür, arxada olsun. Maşıq, sən neçə gözləyəcəksən? Yox canım, 15 dəqiqəyə cini çıxardırıq, gedirik tusit eləməyə. Panik atak, disosiasiya və ya Valla sağlam qız idi. Hər dövməyə görəndə dedi salam Natiyəmi. Mənim adım Natı idi. Mənim adım Murad olsaydı, deyərdi ki Murad əmi salam. Bu proyekt partlasa, sənə bir dənə mərdəkanda baxayım ama. Mənə söz vermisən axı. Sən də Türkiyədə olacaqsın. Çox sağ olun Fazil bəy, söz mənə ötürdünüz. Bəli, taktı Murad bəy. Bir neçə dəqiqədən sonra mənim və Qaranın gücünü görəcəksiniz. Maşıq, я пойду кофе себе куплю, да, и вернусь. Все, давay, maşında da açarlar, get gəl. Bir şey olmaz, iştahat nə o, get tez elə. Tez elə, gəl burada. Oğlum gelin çıkın da kızın engi partladı gibi yavru oldu cemaatin Narahat yanında. olmayın, mən buradayım, Qara burada da həll eləyəcək indi. Kurban olaram size. Ha, yox, ehtiyac yoxdur. Yox, ehtiyac yoxdur. Ha, o nedir? Kameralar getirmiş televizorlar bağlıydı. Hepsi bir yavru elemeyin cemaatin yanında. Biz sənədli film çəkirik ki, digər ailələrə kömək edək. İcazə verin çəkək. Yaxşı ama söz verin ki kızımın canından o cin çıkartacaksınız. Əlbəttə çıxardacaq, bu bizim işimizdir. Əlavə 500 manat ödəyəcəksiniz. Mənim üçün dünyada 3 müqəddəs şey var. Dollar, avro və əlbəttə ki, manat. Avro yoxdur. Dollar və manat. Və avro. Ben bu soka aradan çıkardım pulu. Azər həz kimdir? Qızdan olacağı axırdı. Yüz olacaq mənimi. Çıxar, dökmez olan yanına da. Hə. Tapdım. Al, bu da pul. Ehtiyac yoxdur, istəyirsiniz qalsın, kart eləyərsiniz. Ay öyle şey olar. Götür bunu da. Yaxşı. Qalan da ki, cin çıkartandan sonra vereceğim sana. Yo, Bibican, belə şey yoxdur. İndi. Bu soğuk. Buradan çıkartım verim sana bunu. Oo, ayıp değil. Cemaat da baxır, kameralarda çəkir məni. De, kart, bir dənə kartım var, bu da. Bir dənə budur. Ayıb olar Bibican, narahat olma. Məndə Unibank'ın U-Post mobil post terminalı var. buyur kartı qoy. Çox əla. İndi başlaya bilərik, getdik. Dünyada ala bilməyəcəyim pul yoxdur. Çikli pulları yumaq lazım olacaq. Yaxşı. Ey cin! Cinlər diyarına! Bombasan. Apple TV'nin başında biraz sakit olun. Apple TV, I got bomba material for you. Yes, gene, yes, inside of people. Çox xahiş edirəm, cin çıxandan sonra mədəsini yoxlatdırın, deyəsən xorası var. Ay qız, nə istəyirsən bu qapıdan əl çək? Xahiş edirəm, rədd ol. Özür rədd ol, işveren. Sen haranızı bilsən ki, benim kızımla belə danışırdın. Ay, Mehmet, tut bunu, Mən sənə hər şeyi demişəm. Ay kızım, bu oğlan şevili diye. Sen benim papağımın yeri sormak istiyorsan. Ey cin, qayıt cinlər diyarına! Tərbiyəsiz eləməyək də, burada kameralar var. Qızda psixozdur, nevrozdur ya da ki ayda bir dəfə baş verən hormonal dəyişiklikdir. Adını da qoyublar ki, içinə cin girib. Yox bir satana girib. Bunlar da zəhmət olmasa. Parmaqlarım yorulur çəkilişdə. Deyince benim narahat. Zəhmət olsun.
Tərbiyəsiz cinsən mənə vadar eləyirsən. Özü quvəzərə. Tut onu. Taptala zəhmət olmasa. Yalnız ha, bir ədək pul vermişəm də nə gel qızı tut getir də var. Həll eləyəcək. Zəhmət olmasa bir dənə tuta bilərsiniz. Sağ ol, əleykum. Git tut qızını. Qaydanda suallarsan da. Ey cin, adın nədir sənin? Öz adındır. Söz sılmaktan anlayıptır. Cinlər söyüşən olur. Fikir vermə. Zaten çekim kızın ağzının üstünden de. Ya. Hala burada. Siz bacımıza yox, birbaşa cinə xəsarət yetirmək istəyirsinizsə, bacınıza da etsin ağrılar və ona görə... O bir də boğuldu. Əla, yo, səndən deyiləm. Reyting 1,5 artacaq. Vallahi mehriban ailədirlər. Tamam. Heç eşitmərsən ki, dalaşsınlar, savaşsınlar. Sən deyirsən eşidirlər. biri çındır bacımın içinde. Orada buraya tartar. Heç nə, o gün oturmuşuq divanda seriala baxırıq. Dayanadıq reçka təmizləyir. Bir də gördüm ki, hay-həşir qopdu. Dedim ki, bacı qardaş da, bəlkə aralarında dava ellər. Evdə olur belə şeylər. O günləri mitbaxda bıçaq çəkmişdi bacısı qardaşın üstünə. Hadi bu bıçakta ne bu ne? Həri. Sonra çönüb baxıram, yox. Qız patologda gezir. Patologda gezir. 3 metr qalxdı yuxarı, düşdü yerə. Əliniz də qalıb orada. Lüksün ləmpələri değişmək lazım. Değiş də, bəs değiş də, nəyə gözləyirsən? Değiş də. Ev başımıza o ki, heç kəsin zırtını dövrəyə bölükdə. Heç nə. Qalxdı yuxarı, düşdü yerə. Gəldi, yandı burada. Bir dənə belə əcaib ses çıxartdı. Sonra atdı özünü yerə. Birbaşa həyətə. Kimsənin qız başı olsun elə. Getdi, o rakip var ha, oğraş. Onun qapısını təbiyləməyə. Kimsənin başı var. Cəmaat elə biləcək ki, rakiblə bunun arasında nəsə var. Kül olsun mənim başıma elə. Nə oldu bu? Nə oldu mənim davleynim? Ben de bileyim ya. Yüzün küzdü ya. Kaçmalar Açın cennetin qapılarını. Məmə zümrüd gəlir. Ne taçacaklar kapılarını? Soxum sənin boyu. Evinde cehennemdi. Bu cennet aktarı. Bu adamlarla danışmağın mənası yoxdur. Ona görə keçirik qara ilə bir yerdə. Egzorsizma. Ey cin, mən indi sənin ağzını açacağam və səninlə ritual keçirdəcəyik. Sən də ki, bu qızın bədənini tərk eləyəcəksən. Danışdıq sənlə. Razıdır. Şad xəbər olasınız. Ey cin, tərk et bu qızın bədənini. Çıxmayacaq. Çıxacaqsan. Çıxmayacaq. Danış mənimlə ey cin. Yandıra bilmərsən mənim amuletimi. Ey cin, adın nədir sənin? Rəna. Az kızımın adını soruşma, ne cimin adını soruşur. Hədə üstün adını bilirəm ki, deyib ki. Abla orada suçlu eləmişsən. Çox üzr istəyirəm. Artıq Amrakla biz kontakta girmişik və buna davam eləməliyik. Amrak, neçə yaşın var sənin? Aksakkal adamsan, cavan kızın içinde ne işin var senin? Hadi yan bir tane. Git Amerikanlı, Fransızın bedeninde de, bocun bedeninde kimsen. Şoppa! Alo BBC. Bəli, sizə bir dənə qısa metrajlı egzorsizm haqqında film hazırlamışam. Heç nə 100 min. Yox bir rubl, manat. Hadi kankide sual var, cevap ver ona da. Hədə söyürsən. Görmürsən çıkmır içinde ha. Çık da böyle zor cinsete girmem içme. Gir de. Sana da gireceğim. Gir görünücü girişten gir de. Çox xahiş edirəm, sakitləşin. Oturun, zəhmət olmasa, oturun. Siz Amrak bəy, bax, mənim buramdasınız. Gecə saat 2-dir, mənim başım partlayır. Sən Amraksan, nə zibilsən, xahiş edirəm səndən. Ya qızın bədənini tərk edirsən, ya da ki, sizin nəslinizə Tatar cadusu eləyəcəm, ya da ki, Yahudi cadusu. Tək danışaq. Mən evliyəm, ha. Yaxşı, çıxın zəhmət olmasa otaqdan. Yox. Biz özümüz başqa otağa keçək.
Ana kızıma bir şey eləməzsən. Ağsaqqal narahat olmayın. Qızınız artıq zanitdir. Çıxın, çıxın. Kançitama baxıram, suya müxeyt olacaqda. Bütün diqqətim səndədir. Nə varsa denən, eşidirəm səni. Nə olub? Arvadım atıb. Nə? Arvadım atıb məni. Onun 5 ildə evliydi. Anam 100 cin boynu kesmiş diye toyumuzda. İnsanlar maldivinde istirahat edəcəkdi. Attı getdi məni ibnə. Uşaqlarınız var. Şirin bana eləmək istəyirdi. Bedəni hazır deyil. Hazır deyil, hazır deyil. Yaxşı, aranızda nə olub? Qadınları bilmirsən. Yox, bilmirəm. İşte geldim. Eve baktım gördüm yoktu. Aktardım. Geldim gördüm ki girip bu qonşu Rakifin bədəninə. Aydındır. Bəs indi mənim sualım şəxsən sənədir. Sən niyə bu qızın bədəninə girmisən? Niyə getmək istəmirsən? Yəni bu suallara necə cavab verək? Devrəm yoldaşım gelip girip Rakifin bədəninə. Mən də çox uzağa getmədim. Elə girdim Rənanın bədəninə. Cinlər yaxşı adamların bədəninə girmirlər. Orada cinlər var, onu tapırlar. Mən gələm. Bayaq planlaşdırırdım ki, evdə gedib uzanacağam, rahat Türk serialına baxacağam, amma belə baxıram ki, əsl Türk serialının canlı şahidi oldum. Bir də bayaq səhnə vardı ki, qız məni qucaqlayırdı. Zəhmət olmasa onu kəsərsiz. Çox sağ olun. Yaxşı, mən sənə necə kömək edə bilərəm? Arvadımı istəyirəm. Amma söz ver ki, arvadınla danışandan sonra sən bu qızın bədənini tərk eləyəcəksən. Bəli, arvadımı götürüb gələcəm cinlər diyarına. Əla. Gözlə burada mən gələm. Əraq istəyirəm. İki kişisən bəsdir də, cəmaatın qızın bədəninə girmirsən. Olmaz axı. Geldi. Ne oldu? Çox qəliz və biraz müşkül məsələ. Ne oldu? Cin geydi. Yox. Arda bilsən, dediysən? Dedi ki kişidir. Özü desən kişiyəm. Hə də özü dedi ki kişidir. Cin gay olsa, yeni auditoriya çıxır. Zəng eləm Netflix-ə. Alo, Netflix. This is movie about the jin gay. Not me, mən yox, gay. Başqa jin gay. Mən əsəbləşirəm. Olar mən davam eləyim? Ha bu cin geydirsə bu kızın bədənindən üç gelib be. Diyan 2 dəqiqə gör nə deyirlər. Sözün kesme. Olar mən danışım. Siz mənə pul vermisiniz danışmaya görə. Əziyyət çəkmirsiniz. Oturun. Məsələ nədir? Sizin qızınızın bədəninə, bacınızın, onların qızıdır sizin bacınızın. Onun bədəninə kişi cin girib, Amrak adında 138 yaşı var və o Amrakın həyat yoldaşı isə girib sizin qonşunuz olan Rakifin bədəninə. Və bunlar öz cinlər aləmində nəyəsə bölüşməyiblər, ayrılıblar. Ailətdə olur, hər bir ailədə olur bu. Və Amrak istəyərdi ki, öz həyat yoldaşı ilə danışsın. Yəni Rəna Rakiflə danışıb barışmaq istəyərdi ki, bunlar ikisi də qayıtsınlar cinlər diyarına. Bu qədər mən baş saldım. Gələ. Bir o qalmışdı mənim qızım gəlib oğraşla danışsın. Mən sizə izah elədim. Axı Rəna ilə Rakif fiziki olaraq danışmırlar. Yəni cinlər öz aralarında danışırlar. Və pox güllər. O da ben koymayacağım Rəna ilə Rakif danışsınlar. O adam dögü. Sunum qatırda. Bayaq danışırdılar, siz heç nə demədiniz. Mənə görə Rakif çox adekvat bir kişidir. Advokat ne dedi? Bir günləri bu gəlin ərini xəyanət üstündə tutur. Sonra da ki bu ər yoxdur, köpək oğlu. Məşuqəsi ilə olan videosunu götürüb gözümə soxur arvadını. Deyir, Allah, əcəb eləmişəm. Sonra da arvadının başına zənciri keçirdib, it kimi həyətdə gezdirib. Nə ana qəbul edir bedbaxt qızı, nə ata. Deyirsən gəlinlikdə gəlmisən, kəfəndən çıxacaqsan bu evdən. Ördəki manyak. Ha, karantin vaxtı su kolunda pısınaqdı burada azabı. Ondan uğraş adam ömrümde görmüşəm. Yaxşı, indi biz neyniyək? Rənanın içində cin qalsın. Rədd olsun xarabəsinə. Adı o Rakif Rənayı nəsə eləsə ya, başını partladarım onu. Stop.
Super Bibican, super. Sen prosta bu dəfə bir balaca belə bəlkə belə qışqır, хорошо? Sən də krupnu götür, getdik, davay. Allah. Mən də bir dənə qoyaram bu kör Amerika. Sonra. Super. Mənim ov tüfəngim adı. Adə, Rakif səni satmadı. Of tüfəngi gəlib evdə müsadirə eləmədilər. Elə isə mən də ağzıma gələn deyəlim onu. Uf! Qal. Bravo. Prosta bravo. Mənə heç kim heç nə eləyə bilməz. Mən oddan yaranmışam, bəni adəmlər. Barışdır məni arvadımla. Var, bravo. Bu stop. Əla. Çəkil buradan. Baxdayıq ki. Qonşu. Qonşu. Nə lazımdır? Bizə Rakif bəy lazım idi. Neyinirsiniz onu? Özü lazımdır xanım. Olar özü ilə danışaq. İmkan verin də. Son güzeller güzelinden de güzelsin güzelim. Ay səni tülkü. Kameraları görüb centilmenlik eləyir. Uğraşın yekəsidir. Çox üzr istəyirəm, özümü təqdim eləmədim. Mən cadugar falçı və bu mənim müştərimdir, Amrak bəy və biz bu gün istərdik ki, bu sizin ailə probleminizi həll eləyək icazənizlə, əgər icazə verirsinizsə. Tanış olmanıza çok şaşırdım. Ama ben ondan danışmak istemiyorum. Bir de sizden karşı diyorum ki, beni ve hayat yoldaşımı narahat edemiyorsunuz. Geceniz kıyıda kalsın. Hiç hayat. Nə oldu? Mən indi narahat olmayım, narahat olmayım. Yox da, nə oldu bəs? O dediyimiz əclaf oğraş buydu. Üzdən o diye ama özünü yumuşak gösterir. Geydi də. Siz sonra buradasınız. Buradayıq Rakif bəy, buradayıq getməmişik. Çünki qonşular sizə öyrəşmir belə mehriban görməyə. Oy mehribansılığa ulaşsınlar. Bura bax. Pulumu qaytar. Yox, qaytar pulumu da. Bibican, biz pul qaytarmırıq. Yox, onda bəs. Narahat olma da həll eləyəm. Bir dənə gözlə. Get həll eləmə. Biz danışmırıq da mərdəkan, bax, hər bir şey. Get. Hə. Aha. Üzr istəyirəm, Ərhəz xanım, bilmirəm siz məni eşidirsiniz yoxsa yox. Sadəcə olaraq Rəna xanımın bətnində yeni həyat yetişir və hal-hazırda Rəna xanıma fiziki olaraq stres yaşamaq olmaz. Çünki hamilədir. Nə hamilə? Kimdir şalın ötəsi? Kül ölümün kiş gözü. Çox üzr istəyirəm. Yalandan dedim, yalan. Ben baba olacağım. Yok. Koy uşağıma yaxşısın hele. Ben razıyım. Uşağın adını ben yola koyarım. Ha, sana il boyu qaytarsın. İmprovizasiya. İstənilən topikdən çıxış yolu. Ya da ki yalan. Ya da ki el arasında ostrağa basmaq. Tak, mən başa düşmədim. Biz nəyi gözləyirik? Çox üzr istəyirəm. Rakif bəy, bu sizin həyat yoldaşınız. Bunu oturmağına zadına baxır. Elə bir gələn ki, Peyğəmbər ətəyində namaz qılır. Ay sənə görə məhlədə biabır olmuşuq, Özü yaxşı aparmırsan, ha? Ay o! Uğraş. Özü respublikanski. Sizin kızınız da yağ bal değil. O. Bunun diline bak ha. Dilin açıldı. Ne oldu? Dilin çıktı. Özünüz bilirsiniz. Fikir verme gözlere. Sen sakit eşyalarını yık, git hayatını yaşa. Çok sağ ol. Sen bundan da yaşlısın, layıksın. Senin kişiler ya be. Kütləvi psixoterapiya. Mənim ən sevdiyim psixoloqun videosunu sizə göstərəcəm. Baxın. Psixoterapiya yastığı. Yastığı kimdədirsə o danışır. Sakit. Çok xahiş edirəm. Hamıdan çok xahiş edirəm ki, sakit.
Biz bu günləri yığışmışıq. 3 ailəni balansa gətirək, mehribançılıq yaradaq və haqq, ədalət bərqərar olmalıdır bu gün. Düzdür anam? Amin. Amin. Süper. Mənim belə bir təklifim var. Çox üzr istəyirəm. İcazə verirsiniz? Təşəkkürlər. Necə də incəsiz bu günləri. Yastıq psixoterapiyası. Bu nə deməkdir? Yastıq kimdədirsə o danışır. Digərləri susur. Aydındır? Aydın. Aydındır. Kimsə başlamaq istəyir. Mən uzadım, o başlasın, danışsın və bütün negativi nə varsa hamısını buraxsın ürəyinə. Kini hamısını ataq bir qırağa və dostlaşaq, mehribanlaşaq. Kimsə istəyir? Heç kim istəmirsə, yox. İsinmə hərəkəti məndədir. Mən falçı, cadugar. Mən sizi tanımıram, siz mənim müştərilərimsiniz, amma mən çox istərdim ki, siz barışasınız. Bugün bir şey başa düşdüm. Əgər bir insanın içinə cin girirsə, deməli o insan pisdir. Nə demək istəyirsən? Çox üzr istəyirəm. Yastıq məndədir, mən danışırım, sən qulaq asırsan. Sən pox yeyirsən. Bu görüm kişiyə danışır da. Görmüşsən bu kimi atır yazıqdır da. Gələ. Mənim of tüfəngimi nə eləmişsən? Hadi, cavab verdim. Çıxardım. Sesini çıkartmazsan. Alo, sən Kudurursan da. Ona göre. Adamda şov. Sen ne böyle? Metod işləmədi. Ona görə unfollow. Unfollow. Adama söz değil. Çünkü utanır. Ben utanır çünkü. Orada qonşuda of tüfəng Ben yox. 2 ildir bu eve gelin gelmişim. Ama bir gelin gibi hoşbəxt olabilmedim. Siz de bunu bilirdiniz. Bütün mahalliyeden danışmıştınız. Ama bir defa da olsun beni kömeylemediniz. Bugün Rakip televizyona göre benim oğlum öldürürdü. O kadar beni boğdu ki öyle bildim ölürüm canım kurtarır. Birden Rakip'in gözleri karaldı. Onun içine herkes girdi. Ve ben böyle azad oldum. Sən həmişə azadsan gözəlim. Xoşbəxt ol. Sən buna hamıdan çox layiqsən. Bir də gözyaşların yalnız xoşbəxtlik üçün axsın. Sən necə də gözəlsən. Bunu sənə ürəyim deyir. Siz bunu çəkdiniz. Bugün jackpotu apardıq. Yoluna sağ olsun Sürayya. Kim təşkil etsə mən oradayım. Ev hamındır. Bədəm onundur. Bu sənin ürəyincə olmayacaq. Amma ruh mənimdir. Çok sağ ol. Mən belə şeylər görəndə biraz pis oluram. Çəkməyim. Ərhəz xan... Əzəl övrət, gözəl ələvət. Arıya Murhadı Karabazyurna. Ötmüt, əlləhüt. Yazakar məlləhübnü ünnə kırız. Hərt. Ləhmə innə ülkü. Hənnənü. Sərətdirim mi? Sağ ol bacı. Makkırayı kurdun ha. Əsərət kırıbını. Əvələkəsi mührət nür. Çox üzr istəyirəm sizdən ki, gözəl, əziz cin, amma biz Azərbaycanlılarıq və cin dilini bilmirik. Olar ki, siz bizim dildə başa salasınız bizə vəziyyəti. Nü. Heç problem yoxdur, mən sizi başa düşdüm. İşimizdə olun buyurun, davam edin. Sən evə qayıtmayana kimi mən heç yerə gedən deyiləm. Şimdi ne nüh salmışsın? Evinde götür git eve de.
Bizim də canımız qurtarsın sizin də. İcazə versinizsə mən bir psixoloq kimi uğursuz terapiya alındı, amma mən bunu bu dəfə həll eləyəcəm. Hamı çıxsın otaqdan, zəhmət olmasa çıxsın, çıxın. Çıxın. Utanmayın, narahat olmayın. Ərhəz, mənim gitməyə yerim yoxdur. Olur mən sənlə qalım. Sen beni bestirdin. Ben seni tapdım. İtirəndən sonra. Ərəz, qələt eləmişəm. İnan it kimi peşmanam. Sən gedəndən özümə gələ bilmirəm. Bura haradır? Cinlər diyarı. Siz Amraq bəysiz, sizdəki Ərhəz xanım. Mən sizi biraz başqa cür təsəvvür edim. Öyle bildim Sphinx bir şeyin oxşuyur. Ərəz, xahiş edirəm. Nə olar qayıt evə, xahiş edirəm. Məncə də qaydın evə, görün necə gün kimi həyat yoldaşınız var. Maşallah, Vincent Cassel oxşuyur. Qaydın mənə də qaytarın. Sus! Sənin yanında ilk dəfə ağlayanda mənə nə dedin? Yadımda deyil. Bəsdir, bayquş kimi oladın. Sonra mənə əl qaldırdın. Ərəz. Vurdun. Ən qorxulusu ağrı deyildi. Sənin yanında qalmağım idi. Sənə bəraət qazandırmaq üçün özümü kiçiltdim. Kişidir, əsəbidir, yorulub. Sonra dayanmadan qışqırırdım. Sözlərə fikir vermirdim. Sənə baxırdım. Və başa düşdüm ki, sən məni itirməkdən qorxmursan. Həmin an mən də səni itirməkdən qorxmadım. Sonda niyə atıb getmədin? Getdim. Birinci özümə, sonra həyatdan, axırda da səndən. Sən məni sevirdin axı, hə? Hə. Süreyyanın Rakifi sevdiyi kimi. O da fikirləşirdi ki, əri düzələr. Çox üzr istəyirəm, sizin romantik münasibətinizi pozuram. Amma əgər və lakin siz buradasınızsa, Rakif normal vəziyyətdədir, hə? Ne oldu buraya? İşleri hara yığırsan, qanunsuz. Ərhəz xanım, siz bilirsiniz də, Rakif normal həyatda necə qəddar adamdır. Məncə biz getməliyik. Yox. Burada qalacaq. Ərəz, sən adam diyarına geçsən bir də çox bura qayıda bilməyəcəksən. Mən sən söylərəm axı. Həm də sənin evin, işin, hər şeyin buradadır. Hə? Xahiş edirəm qal. Səni də bunların gözünün qabağında şikayət edəcəm. Ərhəz! Ərhəz xanım, biz qayıtmalıyıq. Əlini çək. Ərhəz məndən qalacaq. Sən ömür Rio cındırın bədənində yaşamaq istəyirsən və həyatı cəhənnəmə dəyişmək istəyirsən, hə? Sən buradan ancaq kəpəndə çıxasın. Bırak gide evə də rədd olsunlar bunlar. Hələ dur naralıyın onu. Bıçaq yine öldürür. Xahiş edirəm, gəlin gedək, ya da ən azından məni qaytarın ora, gedim kömək eləyim. Yox. Getsə bir də heç vaxt geri qayıda bilməyəcək. Ərəz, sən məndən qalırsan. Əgər istəyirsənsə səndən qalam, onda bir yerdə qayıdaq. Bağışla, qurbanım. Xahiş edirəm. Qorxdun ki, qayıtmayacaqsan. Uy, nə iğrenç gözləri var ha bunun. Tarakana oxşayır. Şükür, qızım özünə gəldi. Hamımıza cadu eləyəcəm, hayasızlar. Eləyərsən, can eləyərsən. Sən də Əlifi çək ya, acından ölürəm. Dur gidip doğru pişirsin ama sence. Ben düşün satma kebap lezzeti. Sırala. Hadi kırın birbirinizi de ne işleyen mısın? Zaten problem yoxdur. Bu yeri biz publiyəcəyik, amma mən sənə demişəm ki, biz Partakeçdə nə durub baxsan. Sən bu reyting verməsən, özümü yandıracağam asıl kanalın qabağında. Bibi, ay bir pul qaldı, gel buraya, pulun yarısını ver də, hara getsən sən? Yaxşı ki, qayıtdın. Bir də mən tək qoyma. Yanında. Amma gözlərim həmişə belə qalacaq. Eyb yoxdur. O gözlərdə mən özümü görə bilir. Çox üzr istəyirəm, yoldaşınız qayıtmadı amma. O heç vaxt qayıtmayacaq.
Əgər məndə bir iş yoxdursa, mən gedim. Gedəməz. Sağ ol. Ha bir dəqiqə stoy, hara gəlsən, nə getdin? Bu da ki sazı getdi. Bəs bu? Gedəsi olmadı. Gözlə. Mən səndən ulduz eləyəcəm. Sağ məni yığ, yaxşı 287 055-dən 15 90 gəl yaxşı ki gedək. Sağ məni yığ, bildin? Telefonu gözləyir. Gəl. Yes, Netflix, yes. Yeah, of course Netflix. Okay, buy Netflix, buy. Netflix'le danıştım, partladım sanda. Yani bildiğin orada... Масик, Ay can. ты где? Я тебя часа уже жду. Все, мы все закончили, мы едем кутить. Окей, let's go. Масик, Ау. дверь. Конечно, зайка, давай. Buyur, прыгай. Сейчас я подойду, секундочку. Давай. Partladın sen. Все, 2 dənə cin hələ belə şey olmamışdı. Allah səni danışdığımız kimi istəmirəm. Mən səni başa düşdüm. Sən bizim sponsorumuz olan Unibankdan World Elite kartını istəyirsən. Buyur, bu sənə. Nə qədər istəyirsən xərclə. Orada 450 manat pul var. Çox xahiş edirəm. Olar mən 3 günlük istirahət götürüm, evdən bayıra çıxmışam. Tak, İngəki 3 gün, sənə 1 həftə verirəm. Dincəlisən. Ondan sonra biz gedirik rayona. Orada yeni bir insan tapmışam. Vegan vampirdir. Yeni bir layihədir. Partlayış olacaq. Masik, eşidirsən məni? Vegan vampir rayonda. Короче, gedirik o yanına. Bu evdə gedirik hara? Burada mənim öldürdüyüm aptekdən bomba yeridir. Taksi sifariş eləyə bilərsiniz. Mən qaldım. Üçümüz gedək. Vegan vampirlərin yanına gəlmişik. Bizə konum atıblar, buradır, amma bildiyim qədər vampirlər gecə vaxtı oyanırlar və gecədir yoxsa gündüz? Blade'in köməkçisi də o da bilmir. Biz məlumatsızıq. İndi prodüser də gələr harda olsa. Bəlkə də yox. Aa! Hero